Çox maraqlı nağıllardan biri qərb şairi Füzuli Başayır. Salam, əlindəki bu kitabı sənin üçün məxsusi hazırladıq. Düşündük ki, qərb şairi adlandırılan Füzuli ilə tanış olacaqsan. Bəlkə də özünə gözəl dost tapacaqsan. Unutma ki, Füzuli də bir vaxtlar uşaq idi. Həyatı boyunca hər kəs kimi müəyyən çətinliklərlə qarşılaşdı. Bu kitabda o da sənin kimi ibtidai məktəb yaşındadır. Sənə həyat hekayəsini öz dilindən danışacaq. Bu bilgi dolu səyahətə hazırsanmı? Hazırsansa başlayaq. Dostlar, mən Füzuliyəm. Divan ədəbiyyatı şairlərdənəm. 7 ulu ozandan müsəlmanlığı xalqa daşıyan şairlərdən biriyəm. Məni yaxından tanımaq istəyirsinizmi? 1494-cü ildə indiki İraq ərazisində Kərbalada dünyaya gəlmişəm. Ailəm köçəri həyatı buraxıb İraqda məskunlaşmış olan Oğuzların bayat boyundandır. Atam Süleyman Əfəndi müftilik, dini işlərə rəhbərlik edən baş ruhani etməkdə idi. İlk təhsilimi atamdan aldım. Daha sonra Rəhmətullah adlı bir müəllimin dərslərinə davam etdim. Yaxşı bir təhsil aldım. İslam elmləri, şərq ədəbiyyatı və təəssüf mövzusunda dövrün digər vacib müəllimlərindən də dərslər aldım. Xüsusilə İslam elmlərində molla adını alacaq qədər bilikli idim. Bundan əlavə tibb və astronomiya ilə bağlı da çox biliyim var idi. Türk, ərəb və fars dillərini mükəmməl səviyyədə bilirdim. Bu dillərdən bir çox şairi oxuyur, əsərlərini çox sevirdim. Xalq mahnılarından da bol-bol istifadə edirdim. Uzun müddət Həzrət Əlinin Nəcəfdə yerləşən türbəsinə təmizlikçi və keşişçi olaraq işlədim. Türbə və ətrafının təmizliyini edir, təhlükəsizliyini təmin edirdim. Bu xidmətim qarşılığında maaş alırdım. Bir müddət dolanışığımı bu şəkildə təmin etdim. Bağdada ikən bir çox Osmanlı dövlət idarəçilərində təqdim etdiyim qəsidələr qarşılığında maddi dəstək gördüm. Ancaq bu dəstəklər çox vaxt kifayət etmirdi. Osmanlı ordusu ilə Bağdada gələn şairlərdən Hayali və Təraşçı Yahya ilə tanış oldum. Leyla və Məcnun adlı əsərimi bu iki şairin tövsiyəsi ilə yazdım. Leyla və Məcnun çox sevildi. Alman, İngilis, İtalyan və Rus dillərində tərcümə edildi. Bir digər vacib əsərimi isə Su qəsidəsi adını daşıyır. Bu əsərimdə Peyğəmbərimiz Həzrət Məhəmmədə olan sevgimi dilə gətirmişəm. Həyatım bir çox çətinliklər içində keçdi. Bu vəziyyəti mənə dərindən təsir endirdi. Yaşadığım hisslər sənətin üstündə çox təsirli oldu. Saray şairlərinin arasına girə bilməməyim məni çox məyus edirdi. Şikayətnamə adlı əsərimdə bu mövzuda yaşadığım problemlərdən bəhs etdim. Şeirlərimi Azərbaycan türkçəsi ilə yazdım. Anadoluya və Hindistana səyahət etməyi çox istəmişdim. Ancaq Bağdad və ətrafından heç vaxt ayrılmadı. Amma uşaqlıq mənim gedə bilmədiyim şeirlərim getdi. Addım Osmanlı torpaqlarının hər yanında bilinirdi. Və burada isə yazılan şeirimizə baxaq. Dastan Leyli və Məcnun. Nə yanar kimsə bana ateşi dildən özgə, nə açar kimsə qapım badi sabadan qayrı, bana gönlümdəki ateşdən başqa kimsə yanmaz, bahar rüzgarından başqa kimsə qapımı açmaz. Saçma ey göz, eşqdən gönlümdəki odlara su kimi, bu denli tutuşan odlara qılmaz çarə su. Ey göz, gönlümdəki ateşləri göz yaşından su saçmaq, zaten böyle tutuşan ateşleri su söndürmez.
İrəliyən zamanlarda şeirlərim sadəcə Türkiyədə deyil, Özbəkistan, Türkmənistan və Azərbaycanda da bəstələndi və səhnə sənətlərini mövzusunu aldım. Azərbaycanda məşhur musiqisi böyük bəstəkar Üzeyir Hacıbəyov tərəfindən Leyla və Məcnun İslam dünyasında ilk opera əsəri olaraq səhnələşdirildi. Uşaqlığımdan etibarən şeirə maraq bəslədim. Bilgiyə əsaslanmayan, şeirin bünövrəsi olmayan bir divar kimi yıxılacağam. Düşündüm. Şeir sənətin zaman sədlərini aşaraq yaşaması üçün bilik sahibi olmağın vacibliyini düşündüm. Əziz uşaqlar, qarşınıza çıxan çətinliklərə qarşısında ümidsizliyə qapılmayın və səbir göstərsəniz bütün problemləri dəf edə bilərsiniz.